Salam hörmətli izləyicilər, 9-cu siniflərin buraxılış imtahanı üçün nəzərdə tutulmuş bu kitabda modul 2-nin 4-cü səhifəsinin izahına baxacağıq. Bu səhifədə ilk sualımız 12-ci sualı və sual belədir. Seymur mərkəzi qaraj binasının bir küncündə olan sektor şəklində çiçək bağçasının ətrafına taxtadan çəpər çəkmişdir. Seymur neçə metr uzunluğunda çəpər çəkməlidir? P təqribən 3 qəbul edin. Yəni bilir ki, deməli pi 3,14'dür. Yəni onu 3 qəbul edin deyir. Deməli burada mərkəzi qaraj yəqin ki, burada bir şey qeyd etməyimiz lazımdır ki, mərkəzi qaraj dediyi bu qara hissəni, qarajı düzbucaqlı şəklində götürür və yaxud da belə deyək, yəqin ki, mərkəzi qaraj binası standart olaraq düzbucaqlı şəklində olur. Bu mənə biraz qaranlıq qalan bir hissədir. Mən mərkəzi qaraj adlandırdığı bu qara hissənin düzbucaqlı şəklində götürərək həll aparmışam. Düzbucaqlı şəklində olarsa təbii ki, bura 90 dərəcə olacaq. Bu çevrə daxilində olan digər bucağı isə 270 dərəcə olacaq. Ona görə ki, tam bir qrup 360'dırsa, tam bucaq, deməli bu hissə 90 dərəcədirsə, bu hissə 270 dərəcə olar. Və burada deyir ki, sektor şəklində, yəni bu deyək ki, dairənin bir parasıdır, böyük bir para hissəsidir. Yəni biz çevrə şəklində təbii ki, bu hissəyə baxacağıq. Kənarına, yəni çəpər çəkmək üçün, yəni onun uzunluğunu tapmalıyıq biz. Aydındır ki, çevrə tam şəkildə verilsəydi, biz onun uzunluğunu 2πr düsturu ilə tapardıq. Ancaq burada müəyyən bir hissə verilir və ona görə də bu aydındır ki, çevrənin qövs düsturu ilə tapılacaq. Çevrənin bu qövsüdür, müəyyən bir qövsə malikdir və bu qövsün dərəcə ölçüsünü biz qarajın düzbucaqlı olduğunu nəzərə alaraq 270 dərəcə olduğunu görürük. Yəni böyük bir qövsdür və bu hissəyə düşən bucağın dərəcə ölçüsü 270 dərəcədir. Bu düzbucaqlının, diqqət edin, bu hissəsi deyir ki, 4 metrdir. Aydındır ki, bu düzbucaqlının bu hissəsi 4'dürsə, o elə çevrənin radiusudur. Deməli, radius 4'dür və bu hissəyə düşən qövsün dərəcə ölçüsü də 270 dərəcədir. Sual olunan hissə belədir. Seymur neçə metr uzunluğunda çəpər çəkməlidir? Təbii ki, söhbət bu, biraz öncə də deyil, sektor şəklində olan hissəni soruşur. Yəni, yalnız biz bu hissənin uzunluğunu, yəni çəpərin uzunluğunu tapacağıq. Bizə verir ki, qövsün uzunluq düsturu nədir? L qövs bərabərdir pi r alfa böl 180. Pi'nin qiyməti var 3'dür. R'in qiymətini burada müəyyən elədik 4'dür. Alfa bucağı bu hissəyə düşən qövsün dərəcə ölçüsü 270'dir. Heç nə qiymətləri deməli yerinə qoyub yazacağıq düsturda. 3 vur 4 vur 270 böl 180. 180'dan 270 90 ixtisar getdiyi zaman burada 3 qalar, burada 2 qalar. 2 ilə 4 ixtisar getdiyi zaman 2 və 1 qalar. Və buradan görürük ki, 3 vur 2 vur 3 qalacaq ki, bu da 18 edər. Hal-hazırda bizim tapdığımız 18 metr uzunluq, bax bu hissənin uzunluğudur. Ancaq ola bilsin ki, bu düzbucaqlının kənar hissəsini də belə deyək, çəpər çəkməyi nəzərdə tutur. Əgər onu da nəzərdə tutursa, mənim başa düşdüyüm qədər nəzərdə tutmur. Çünki burada bir söz var, sektor şəkildə deyir. Əgər oranı nəzərdə tutursa, demək aydın ki, bu şəkildə 4, bu şəkildə də 4 olacaq, radiuslar 4'dür. Demək 18'in üzərinə biz bu radiusların cəmini əlavə edərik. Yəni 8 əlavə edərik, 26 metr olar. Yəni tam şəkildə hər yerə çəpər çəksək. Amma onun iki hissəsi qarajla deməli hasarlandığı üçün biz digər tərəfi tapdıq. O da 18 metr oldu. 18 metr nəzərən B variantına baxırıq. Dəmir məftildən hörülmüş çəpər materialı rulonlarla satılır. Yəni o çəpər materialı müəyyən bir topa ilə satılır. Rulon, yəni müəyyən bir toplu şəkildə satılır. Bir rulon 9,5 metr olarsa Seymur neçə rulon çəpər almalıdır?
Aydındır ki, buradan bir rulon 9.5 metrdirsə, biz bu hissiyə, yəni kənar hissəni yenə deyirəm hesablamışıq, 18 metr çəpər çəkdik. 18 metr çəkdik. Aydındır ki, biz bir rulon alsaq 9.5 metr eləyir. 2 rulon alsaq, 1 rulon 9.5 metrsə, 2 rulon 19 metr olar. 19 metrdən deməli bizim 1 metr artığımız qalır. Belə təqribi qiyməti nəzərən. Amma burada diqqət etsək, pi-ni biz təqribən 3 götürdük. Amma məsələn 3,14 özü də təqribi qiyməti. Yəni 3,14 ilə baxsaq, yəni biz burada pi-ni 3,14 ilə nəzərə alsaq, bu təbii ki 18 eləməyəcək. Daha da böyük, qismən böyük ədəd eləyər. Yəni 18 metrdən uzun olar. Təxminən deyək 19 metr ola bilər və 19 metrə nəzərən də 2 rulonun alınması məqsədə uyğundur. Amma bu şəkildə də problem deyil. Yəni 2 rulon alsa, aydındır ki, biri tam qutaracaq. Digərində isə deməli nə qədər artığımız qalacaq? 9.5 metrlik biri tam gedəcək. Digərindən də deməli onu biz tamamlamaq üçün 8.5 metrdə ehtiyac olacaq ki, biz onu tamamlayaq. Yəni müəyyən qədər artıq qalacaq. Az miqdarda artığımız qalacaq. Digər sualımıza baxaq. Yəni yenə deyirəm, digər sualı başlamadıqdan əvvəl 3-ü biz 3,14 ilə baxsaq, o təxminən düz gələcək. Yəni 19 metr biz bu çəpərin uzunluğunu təxminən 19 metr lazım olduğu görərik ki, o da tam 2 rulon ehtiyac olduğu görünür. Digər sualımıza baxırıq. Deməli, sualımız belədir. Ədəd oxu üzərində verilən ədədlərdən hansına uyğun nöqtə 2-yə daha yaxındır? Biz bunu müxtəlif formalarda həll eləmək olardı. Yəni biz mümkün qədər çalışdıq ki, yəni hesablama qismən rahat olsun deyə surətlər biraz iri rəqəmlər olduğundan məxrəclərin ək olduğunu tapdıq və bura mən 2-ni də əlavə elədim. Burada verilən ədədlər 3-də 5-dir, 1,5-dir, 4-də 9-dur və 2,5-də 1-dir. Bura 2 də əlavə elədim. Və verilən ədədlərin hər birini qarışıq kəsirlərdə adi kəsirə çevirdik. 6-da 11, digərdə 2,5-də 1 idi ki, 10-da 5-də 11 yazdıq və hər birinin məxrəcinin ək olduğunu tapıb məxrəcləri bərabərləşdirdik. Aydındır ki, bunun hər birinin məxrəci 3, 6, 4, 5. Bu ədədlərin deməli ək ovu 60-dır. Birinci 60-a gətirmək üçün hər tərəfini 20-yə vurduq. 60-da 20-ni 5-ə vurduqda 100. 6-da 11 edir ki, bunu 60-a gətirmək üçün hər tərəfi 10-a vururuq. 60-da 110. Hər tərəfini 15-ə vurarıq. 60 olması üçün 60-da 135. 5-də 11-i də hər tərəfini 12-yə vurarıq. 60 olması üçün 60-da 132. 2-ni də aydındır ki, 60-da 120 yaza bilərik ki, bu da 2 edər. Diqqət edək, bu düzülüşü ardıcıl düzək və bunların içərisində ən kiçik qiymət 60-da 100-dür, sonra 60-da 110-dur, 60-da 120 bizə sual olunan hissədir 2, 60-da 132 və 60-da 135. Aydındır ki, 60-da 120 bizə sual olunan 2-dir ki, onun ətrafında daha yaxın olan 60-da 110 və 60-da 132-dir. Bunda daha da yaxın olanı 60-da 110. Niyə? 110 ilə 120 arasında 10 metr məsafə var. 120 ilə 132 arasında 12 metr məsafə var. Deməli, metr, yenə deyirəm, burada belə deyək, üzr istəyirəm, metr cümləsi işlətməməliydim. Yəni, 10 fərq var, 110 ilə 120 arasında 10 fərq var, 120 ilə 132 arasında 12 fərq var. Aydındır ki, deməli, 110 120-yə daha yaxın məsafədədir. Yəni 60-da 110, 60-da 120-yə daha yaxın məsafədədir. Sualda da deyilir, ədəd oxu üzərində verilən ədədlərdən hansına uyğun nöqtə, ədəd oxu üzərində verilən ədədlərdən hansına uyğun nöqtə 2-yə daha yaxındır. Hansına uyğun nöqtə 2-yə daha yaxındır. Aydındır ki, burada 60-da 110, 6-da 11 deməkdir. Yəni 1,5 demək ki, buna uyğun qiymət 2-yə daha yaxındır. Tam şəkildə, yəni kəsirlərdə görünür. Digər sualımıza baxırıq. Deməli, bu da asan sual idi. Koordinat müstəvi üzərində kvadrat təsvir edilmişdir. A nöqtəsi kvadratın diaqonallarının kəsişmə nöqtəsidir. A nöqtəsinin koordinatlarını tapın. Əgər A nöqtəsi diaqonalların kəsişmə nöqtəsidirsə, deməli biz bilirik ki, kvadratda diaqonalların kəsişmə nöqtəsinə nəzərən diaqonal
deməli yarı bölünür. Bərabər hissələrə bölünür. Yəni diaqonalların kəsişmə nöqtəsi təpə nöqtələrə nəzərən tən orta nöqtədir. Tən orta nöqtədir. Deməli təpə nöqtələr bir-biri ilə A nöqtəsinə nəzərən simmetrikdir, belə deyək. Diqqət edək, burada təpə nöqtələrindən birinin koordinatlarını müəyyən edək. X-i 1, Y-i 2. Digər təpə nöqtələrin koordinatları X-i 5, Y-i 6-dır və bu diaqonalın təpə nöqtələrin koordinatlarını müəyyən edəndən sonra diaqonalların kəsişmə nöqtəsinin koordinatlarını çox rahatlıqla görürük. Şəkil üzərində biz qurduq, onu qurmaya da bilərdik. Birbaşa da yaza bilərdik ki, uyğun koordinatlar cəminin yarısıdır deyə. Daha tam şəkildə aydın olsun deyə bu şəkildə göstərdik. Aydındır ki, burada A nöqtəsinin koordinatlarını tapmaq üçün təpə nöqtələrin uyğun koordinatlarını toplayıb yarı bölməliyik. Yəni burada A nöqtəsində koordinatı olan X-i tapmaq üçün burada 1 və 5-i toplayıb yarı bölməliyik. Yəni 1 plus 5 bölü 2, 3 eləyə. Digər tərəfdən Y-i tapmaq üçün yenə də uyğun koordinatları toplayacaq. 2 plus 6 bölü 2 4 edər. Və buradan görürük ki, A nöqtəsi X-Y koordinatları 3, 4 var. Cavab 3, 4. 3, 4. Digər sualımız yenə də asan sual tipidir. 224 ədədin sadə qruplarının qüvvətlərini hasil şəklində yazın. Biz bunu bilirik. 2-yə bölü gedirik, sadələşdiririk. 224-ü 2-yə bölü 112, 2-yə bölü 56, 2-yə bölü 28, 2-yə bölü 14, 2-yə bölü 7, 7-yə bölü 1 edər. Və bu 224, burada 1, 2, 3, 4, 5, 2 varsa 224 bərabərdir 2 vur 2 vur 2 vur 2 vur 2, 5 2'nin hasili vur 7. Burada aydındır ki, ikilərin sayı 5 olduğundan bunlar bir-birinə vurduğumuz zaman 2 üstü 5 yazacağıq, vur 7 üstü 1. Deməli 224, 2 üstü 5 vur 7 üstü 1 deməkdir. Yəni cavab olaraq burada 2 üstü 5 vur 7 üstü 1 məqsədə uyğundur. Digər bərabərsizlik sadə bir bərabərsizlikdir. Bərabərsizliyin həllini ədəd oxu üzərində sadəcə deyir, təsvir edin deyir. Deməli, buradan x plus 4 böyük bərabərdir 2-dir, x də böyük bərabərdir 2 çıx, 4 olacaq, x də böyük bərabərdir -2. Yəni, x -2 daxil və -2-dən böyük qiymətlər alır. -2-ni qaralamışıq, yəni -2 daxil və -2-dən böyük qiymətlər, təbii ki, böyük qiymətlər sağ istiqamətdə ştrixlənib göstəriləcək. İzahımız bu qədər. Digər modul 2-nin sonuncu səhifəsi olan 5-ci səhifənin izahı yarım saat müddətində izahı deməli, saytımıza yerləşdirəcək. Kanalımıza abunə olmağı unutmayaq. Hər kəsə təşəkkür edirəm. Sağ olun.